Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı yanlış fikir müəyyən edin. Uruzu döyüş meydanında görməyən bəylər onu qorxaraq gizlənməkdə günahlandırırlar. Doğrudur. Deyirlər oğlun quş ürəkliymiş, qaçıb anasının yanına gedib. Atasının sözündən çıxan Uruz bu tabesizliyin acı nəticəsini yaşayır. Doğrudur. 40 yoldaşına deyir ki, gedək vuruşaq və 40 yoldaşı şəhid olur, Uruz əsir götürülür. Göz qapağından zədə almış Qazan xan öz səyahət yoldaşını tanıya bilmir. Doğrudur. Burla xatun deyir ki, xan qızını, halalını tanımayır gözün sənin. Atasının düşmən üzərinə gəlməsindən xəbər tutan Uruz onunla danışmaq üçün kafirdən aman diləyir. Düzdür. Bəli, kafirdən aman diləyir və atasıyla söhbət edir. Kafirə icazə verir. Qazan xanın Uruzu geri gətirəcəyinə inamı olmayan Burla xatun onun ardınca yollanır. Xeyr, inamı olmadığı üçün yox. Sadəcə olaraq boyu uzun Burla xatun oğlunu anır və səbri, qərarı qalmır. 40 incə belli qız oğlanla qara ayağını minir və başımın tacı Qazan gəlmədi deyə onun izinə düşüb gəlir. Cavab elə bu olacaq.